Təşəkkür. Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdə. Bir də xatırladaq. Xəzər Futbol Liqasında 11-ci sezonun play-off'un cavab oyunu. Polestar və yeni Türkan kollektivləri üzrədir. İki oyunda məhz Polestar 6-2 hesabı ilə qələbə qazanmışdı. Bu görüşdə onlar 5-1 hesabı ilə öndədir. Görə fasilədən sonra qalan 25 dəqiqə ərzində nə izləyəcəyik? İki hissədən olaraq heyətdə bir əvəz etmə var Polestarda. Ceyhun Abdullayev meydandadır. Deqanla doğru ötürməyə Ruhullayev. Bəndəliyev. Ceyhunun təzyiq var idi. Təbriz Məmmədov. Top meydandan çıxardı. Bu arada bir qapçı dəyişikliyi də var Məhəmməd Qalayevin əvəzinə isə komandanın sabiq qolkiperlərindən hər zaman inamlı mübarizəsi ilə fərqlənən Rəşid Əkbərzadə artıq qapını qoruyacaq qalan dəqiqələr ərzində. Ruhullayev. Yeni Türkan əmləsi. Bəndəliyev. Ruhullayev. Zərbə keçmədi. İncinadan yenidən korner. Rasim Hüseyli qazandırdı. Savala. Tural Babayev. Bəndəliyev. Dədəcanov daşladı. Babayevi keçə bilmir. Savalan əmniyyət tamamlanmadı. Ravid Dədəcanovla mübarizə aparır. Qayda pozulub. İki nəfərdən ibarət canlı sədd var. Ruhullayev. Zərbə. Canlı səddə dəydi. Təbriz Məmmədov. Rasimi düşünmüşdü ama birbirlərini başa düşmədilər. %100. Ravid. Rasimi təzyiq vardı, itirmədi. Əs komandası adına yeganə qolun müəllifidir. Ruhullayev. Bir ötürmə hissəyi. Tərs bir müdaxilə. Bəhruz Əzizov uzaqlaşdırmaq istəyirdi, amma tərs müdaxilə ilə top torlara yollandı. Avtogol qeyd alındı. 2-5. Bir qədər azalır. Yeni Suraxanı stadionunda 11-ci sezonun play-off'un cavab oyununda Polestar 5-2 hesabı ilə öndədir. Yeni Türkan önündə. Sərbəst zərbə. Ardarda cəhətlər, Rəşid yerindədir. Rütməsi burada Ceyhun'a satmadı. Babayev! Rəşid uzandı.
Təbriz. Musayev. Ruhulayev ay koydu. Ravid. Dədəcalov. Rasim Mikhailov. Dədəcanov var ötürməsi. Ceyhun gözləmirdi bu ötürməni. Ravid. Bəruzu keçə bilmədi. Üsalın zərbəsi Rəşid. Rasim Mikhailov bir rəqibini aldatsa da ardı gəlmir. Rəşid Əkbərzadə. Ceyhun Abdullayev. Bəruz həmlə etsə də topu meydanda saxlama mümkün olmadı. Vüsal Musayev. Babayev. Dədəcanov qarşıladı. Ceyhun Ruhulayev. Musayev. Rasim Mikhailov. Aktivində 2 gol var, bir ötürmə isə keçmir. Orada Vüsal rəqibini qabaqlamışdı. Qarşılıqlı top itkisizlədiyi Rasim. Dədəcanov. Ceyhun ötürməsi müvana çatmır. Babayev. Ruhulayev. Zərbə! Qapı türünə dəydi. Ravidin zərbəsi qapı türünə dəyir. Babayev çətinliklə də olsa topa toxunmağı bacarmışdı. Vüsal Musayev. Uzaq məsafədən zərbə Musayevdən Rəşid Əkbərzadə. 2 gözəl hərəkət izlədik. Vüsalın zərbəsi Rəşidin. Gözəl planşonu daha bir cəhd. Divləşib qapısında. Ravid. Savlan Abbasov ayaq saldı, saxladı. Top Ceyhunla meydan tərk edir. Yaxədən topa daxil edilməlidir. Ravid. Vüsal Musayev. Musayevə zərbə imkanı verilmədi. Rasim Mikhailov topu qazanmışdı. Cina boyunca irələdi. Rasim. Qardaşlar, ekran beğenməsin, bəlkə 10.000 edək. Nə deyirsiniz? 5-6 min civarında oynayır. Zəhmət olmasa beğenə paylaşaq, 10.000 olsun. Sözlü sualınız olursa da yazın. Mən də cavablandırmaya çalışacağım. Zəhmət olmasa beğenək, 10.000 olsun. 8.300-də artıq yenə də beğensək, bir dəqiq içində 10.000 olar. Minnətdaram beğenənlər. Sağ olun, var olun. Rasim Mikhailov. Hat-trick edir. Hacı təşəkkür edir üçün. Nurlan təşəkkür. Ekran beğenənlər minnətdaram. Bu arada polislərin heyətində vəziyyətmə boş tutub. Uzun müddətli 2 meydanlardan uzaq qalan. Gözlərini axtardığı amma tapa bilmədi. Anar meydana daxil olub.
Bəsi gedən oyuncunun ötürməsi Zeyn Abdullayev. Səmti dəyişdi. Top meydanda saxlanma mümkün oldu. Dədəcanov. Dədəcanov. Keçid yoxdur. Təkrar əmlər Rasimdən. Xəqani. Rəşid. Gol! Vüsal Musayev. Qapçının istiqamətdə olduğunu gördü. Aşırtma zərbə. Aşağıda uzansa da çata bilmir. Çox möhtəşəm, çox baxımlı bir gol. Üç altı. Rasim, Anar. Ravid. Musayev! Musayev Vüsal! Bağışlamır Rəşidi. Ardarda qollar izlədik. Musayevin ifasında. 4-6. Ravid! Rəşid uzun ötürməyin vana çatdı Rasim. Savalan. Anar burada Ruhullayevə keçid vermir müdafiədə. Səhvsiz oynadı. Tam desə Rasim qaydanı pozmuşdu. İşarə gəldi. Bitirməklə başladılar. Ravid ön aldı. Zərbə Rəşid təkrar əmlə və gol! Ravid! 5-6. Fərq minimumda. Daha bir top etkisi. Daha bir zərbə Ravid. Məncə bu gol oydu. Referi vara baxacaq. Refer də mərkəzi göstərir. Altı. Nə izləyirik, nə baş verdi? Daha bir top etkisi Ruhullayev. Top etkisi Ravid, zərbə.
Polestar kollektivində sanki həyəcan siqnalı çalmağa başlayıb. Cavidan Eydullayev. Eydullayev ekrandan keçid yoxdur. Hesabda 6-6'lıq bərabərlik var. Bir comeback, bir geri dönüş izlədik. 2-6'dan 6-6 və ilk oyunun nəticəsi 6-6 olub. Bunu xatırlatmasını edək. Hələ də hesabda Polestar 4 fərqlə üstündür. Rasim Cavidan Savalan ayaq saxladı, zərbə indirmədi. İlk həmlədə zərbə indirsəydi, bəlkə də fərqli senari izləyə bilərdik. Yeni Suraxanı stadionunda Polestar və Yeni Türkan oyununda 6-6'lıq bərabərlik var. Play-off'un cavab oyunu bir daha qeyd edirəm. İşarə gəldi. Yerlə zərbə Xəqani. İlk oyunda Polestar 6-2 hesabı ilə qələbə qazanmışdı. Yeni Türkan önündə. Rəşid Əkbərzadə. Ruhullayev. Vüsal Musayev. Hər şey onun qolundan sonra başladı. Musayev Rəşid. Səfər keçid yoxdur. Ravid qazandı zərbə. Korner. O korner düzgün yerinə yetirilmədi. Qapıdan zərbə. Burada bir dəqiqəlik time-out. Time-out'u götürən tərəf Polestar komandasıdır. Məsələ referi burada Ravidə xatırlatma edir ki, yan xətdən top oyuna daxil edilən zaman xətdən ön istiqamətdə top hərəkətləndirmiyorlar, amma gücdən zərbə korner zamanı top tam olaraq korner xəttinə toxunmalıdır. Bu fasilədə nə sözünüz, sualınız var yazın, elə mən də cavablandırım. Var mı sualınız? Başımdan. Bəli, bəli. Time-out bitir. Oyun qaldığı yerdən davam edir. Bir daha xatırladaq 11-ci sezonun play-off'un cavab oyunu. 2 3 Ehtiyatlı olun. 1 Cavidan. Taban ötürməsi. Savalan. Vüsal Musayev. Ruhullayev'e doğru ötürmə. Ruhullayev. Son 5 dəqiqə. Hesabda fərq 4'e bərabərdir. Cavidan, Bəhruz Əzizov, Fəruq Dədəcanov və təzyiq var Dədəcanov. Cavidan Eydullayev. Rasim özünü göstərdi Eydullayev. İndi Rasimə qatdı əmlə Eydullayev. Zərbədə imkan verilmədi. Vüsal Musayev və Dədəcanov. Bu Ravidə çatmasına imkan vermir. Mənə Xud araya girdi. Xeyr qardaş, xeyr.
Rəşid. Musayev. Musayev. Ravid təzyiq var ona qarşı. Ravid yerdə qaldı, qayda pozulub. Bəhruz Əzov qaydanı pozmuşdu. Standart vəziyyət. Vüsal Musayev. Qapıya doğru zərbə Vüsal və gol! Vüsal Musayev! Golazo! Ket göndərdi dirəkdən, top torlara yollandı. Göz oxşadı. Yedi altı. Babayev. Ruhullayev. Babayev. Vüsal kazandı. Təbriz Məmmədov. Cavid araya girməsi Xəqani Bəxtiyarov daha tez davrandı. Dədəcanov. Rasim Mikailov. O da iki hissədək kimi. Gözü çarp. Rasim. Rasim. Vüsal yerlə zərbə. Rasim Ramiddə var rəqib üçün. Babayev. Təbriz. Ruhullayev Təbriz. Son 2 dəqiqə. Təzyiqi bir qədər də artırmaq istəyir. Yeni Türkan oyuncuları. Ravid. Savala. Təbriz Məmmədov. Ruhullayev. Ötürmə Savala. Bir şans əldən verdi. Ravid Ruhullayev. Vüsal Musayev. Bəhruz. Əvlən oxudu, araya girdi. Son dəqiqə. Cavida. Dədəcanov. Vüsal qarşıladı. Ravid. Son cəhdlər, son epizodlar. Uzaq məsafədən zərbə Musayev. Az fərqlə top qapının üzərinə meydanı tərk edir. Musayev Rəşidin qorxulu yuxusu oldu. Referi qarşılaşmanı bitirir. Yeni Türkan çox əzimkarlıq, tolerantlıq, dözümlük göstərdi. 7-6 hesab ilə cavab oyununda qalib gəldilər, amma ilk oyun nəticəsi Polestarın 6-2'lik qələbəsi ilə yekunlaşmışdı. O da ki, növbəti mərhələyə vəsiqə qazanan tərəf Polestar komandasıdır. Bu gözəl oyun üçün hər iki komanda təşəkkür edir və növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.